اللهم صل على محمد وآل محمد وعجل فرجهم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا حول ولا قوة إلا بالله العلي العظيم. وصلى الله على سيدنا وسيد المرسلين الذي سمي في السماء بأحمد وفي الأرضين بأبي القاسم المصطفى محمد. صلى الله عليه وآله وسلم وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء سيدة نساء العالمين وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى علي بن الحسين وعلى محمد بن علي وعلى جعفر بن محمد وعلى موسى بن جعفر وعلى علي بن موسى وعلى محمد بن علي وعلى علي بن محمد وعلى الحسن بن علي وعلى المهدي المنتظر صاحب الزمان. عجل الله تعالى فرجه الشريف واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، عباد الله، أوصيكم ونفسي بتقوى الله وإدامة التفكر ونظم أمركم. بسم الله الرحمن الرحيم. قل يا أيها الكافرون لا أعبد ما تعبدون ولا أنتم عابدون ما أعبد ولا أنا عابد ما عبدتم ولا أنتم عابدون ما أعبد لكم دينكم ولي دين. Sadaqallahul aliyyul azim. Allah bəndələri, əvvəl özümü, sonra siz əzləri ilahi təqvaya, ilahi nizam-intizama, Allah bəyənən kimi düşünüb, Allah bəyənən kimi yaşayıb, Allah bəyənən kimi bu dünyadan getməyə dəvət və vəsiyyət edirəm. Allah bizi təqvalı bəndələrdən qərar versin inşallah. Ümmülbənin xanımın, boynumuzda haqqı olan bir anamızın vəfat günü münasibəti ilə bütün əhl-i beyt sevərlərə başda Mövlamız İmam-ı Zaman əleyhissalam olmaqla inşallah Allahdan əzr diləyirəm. Mən xanımın barəsində danışmamış, cümədir, gərək həftəlik məsələlərə bir münasibət bildirək. 2 dənə məsələnin inşallah cavabını deyib, xanımın barəsində bir 10 dəqiqə danışıb, inşallah ərzimi tamam eləyəcəm. Bu həftə bir məsələ qloballaşdı Azərbaycanda. Sistani ağanın, Allah ömrünə bərəkət versin, suala cavab olaraq bir tövsiyəsini cəmaət paylaşdı və maaş alan axundlara iqtida etmək olmaz deyə belə bir yazıda olsa təbliğat başlanılıb. Birinci, o fətva deyil. Bunu biləsiz, yenə deyirəm. Fətva deyil, tövsiyədir. Fətva odur, gərək əməl eləyəsən. Tövsiyədir. Ağa deyir ki, o da neçə il bundan qabaq sual eləyiblər, bugünün deyil. Bir neçə il, 5-6 il bundan qabağın sualıdır. Ağaya deyiblər. Ağa deyib, tövsiyəm budur ki, iqtida etməyəsiz. Söz yox, bugünləri, qoy bunu da deyim, faiz desəm, üzr istəyim, yanılaram. Amma çox yerlərdə, qoy belə deyim, çox yerlərdə, məscidlərdə mənbərlər ilə məətəl olunub. Yəni, cavan yaşlarında Allah ömürlərinə bərəkət versin, traktorist, kombayn olub. İndi kətdə molla tapanmayıblar, Fatihə surəsini bilir. Yasinin də 1-ci türcanı nə qədər Azərbaycanda əzbərləyib. Başına bir dənə də buxara papaq qoyublar, oturdular. Bu məscidin axundudur. Məətəl olub, bu mövhumata gedir, xurafata gedir. Yəni, din maarifindən cəmaatın çox yerdə əli üzülüb. Allah göstərməsin. Çox yerdən molla ilə formal qalıb. Fatihə! Biri burada qışqırır, biri Fatihə üçün qalıb molla. Yəni, tutaq ki, biz yas yerlərində eşidərdik, yasda da kimdir qulaq asan? Fatihə, Fatihə, otur orada Fatihə ver. Və çox yerlərdə də, məsələn, savadlılar qalıb kənarda, savadsızları formal olaraq qoyublar. Bu çox yerdədir. Amma, məsələn, bəzi ruhanilərimiz var, laf maaş da alsa, heç bir tükün dünyaya dəyişməzsən. Xidmətləri var. Yaxşı, indi onları da
düşək üstünə arxasından dağılaq, gedək o tərəfə, bu tərəfə, qoy orada da o kombaynordan, traktoristdən birini gətirsinlər, qoysunlar. Və neynəsin bu cəmiyyət? Neynəsin? Məsələn, şəxsən indi çəkiliş var, lazım olsa çəkilişdən sonra, cümədən sonra adlarını deyirəm, elə bir ruhanilər var ki, mən bütün, nətər deyim, namazlarımı onların arxasında qılaram, heç belə qəlbimə heç bir şək şübhə gəlmədən. Bu birliyi, onu gözəl geyindirib birliyi dağıtmağa xidmət eləməsin. Fətva deyil bu. Bu tövsiyədir. Ağa fətvası gözümüz başımızda, amma tövsiyədir. Deyir ki, mən belirəm, indi ağlım var, fərasətim var. O, məsələn, adam var ki, heç nətər deyim, maaş alsa almasa da, onun arxasında durma. Çünki bilirsən ki, bunun çıxarı yox. Amma adam var bu günləri indi, Allah rəhm eləyib, qalıb bir yerdə maaş da alır. Onun arxasından dağılmayın, bu insafsızdır. Bu bir məsələ. İkinci bir məsələ. Təzə bir sosial şəbəkələrdə qara cümə deyilən bir şey təbliğatı gedir. Məsələn, bazarlarda endirim eləyirlər, adını qoyurlar qara cümə. Ay bu adı cümləyə qara cümə deyən, səni görüm günün qara olsun. Biz cümləyə mübarək deyirik, Allah cüməni Seyyidül Əyyam yaradıb, günlərin ağası yaradıb. Sən bu adı cümləyə niyə məsələn, cümə bazarı denən, niyə cəmaatın beyninə cüməni qara yazırsan? Dünənləri mən cümə mübarək deyəndə Vəhabi hər yerdə təbliğat apardı ki, cümyə mübarək deməyin. Niyə indi qara cümə deyəndə çıxıb demir ki, Allah Quranda cümə surəsi göndərib, sən niyə cümyə qaradır, qara ləkəsi yazırsan? Bu sözü də hər yerdə gördünüz, vurun. Denən cümyə qara demək olmaz. Muhammed Ali Muhammedə bir salavat zikr edin. Əmr bil məruf və nəhy-əz münkərdən danışdıq, bu da yeri. Amma gəldim qardaşlar, fədakar bir xanım, bizə ülgü olan bir xanımın tarixini danışmayacağım Ümmülbənin xanımın. Ümmülbənin xanımın həyatı barəsində keçən il vəfatında danışmışam və səhifəmizdə də var. Kim istəsə Ümmülbənin xanımın vəfatı yazar, Allah Seyyidin ömrünə bərəkət versin, o çəkiliş eləyib, o var. Amma bu dəfə mahiyyətdən danışacağım qısa şəkildə. Əvvəla Quran ayəsi ilə başlayayım ki, çünki Quranla əlaqələndirəcəm söhbətimi. Quran-ı Kərim Nisa surəsi 69-da Əuzu billahi mineşşeytanirracim. Və mən yuti'illah və rəsul fəulaikə ma'allezine en'amallahu aleyhim minən-nəbiyyin vəs-siddiqin vəş-şühəda vəs-salihin və hasunə ulaikə rəfiqa. Allaha və rəsuluna itaət edənlər Allahın onlara nemət bəxş etdiyi şəxslərlə, peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə, salihlərlə birlikdə olacaq. Onlar necə də gözəl dostlardır. Bir adam Allaha və peyğəmbərə itaət eləsə, 4 nəfərdən bir yerdə olacaq. Peyğəmbər, siddiq, şəhid, salih. Bunlar kimdir? Bunlar normal cəmiyyətin yaşaması və inkişafı üçün olan şəxslərdir. Peyğəmbərlər Allahla bəndə arasında rabitəni təmin edir. Peyğəmbər olmasaydı din olmazdı. Allah peyğəmbər seçir dini göndərməyi. Peyğəmbər yerlə göyün arasında rabitədir. Cəmiyyətin möhtac olduğu şəxslərdir. İkinci, siddiqlər. Peyğəmbər gəldi, dedi. Onun sözün təsdiq eləyən, yanında onun arxasında duran şəxslər siddiqlərdir. Peyğəmbər deyir, Əli əleyhissalam dayanıb arxasında. Peyğəmbərin siddiqi Əli əleyhissalamdır. Niyə xanım Məryəmə siddiqə deyirik? İsa Peyğəmbəri təsdiq eləyən, siddiq təsdiq eləyən sözündəndir. Təsdiq eləyən Həzrəti Məryəmdir. Həzrəti İsa'nın siddiqəsi Həzrəti Məryəmdir. Əli əleyhissalamın siddiqəsi xanım Zəhra siddiqə-i tahirədir. İmam Hüseyin əleyhissalamın siddiqi Həzrəti Əbəlfəz əleyhissalamdır. Siddiqəsi xanım Zeynəbdir. Hər bir ideya sahibinin sözün əməli şəkildə arxasında duran, təsdiqləyənə deyirlər siddiq. Bu siddiqlərə cəmiyyətin ehtiyacı var. 3. Şühəda. Baxın, əlimə. Peyğəmbər gətirdi xəbəri, dedi. Siddiq arxasında dayandı, təsdiq elədi. Qəbul olunmasa, canın ortaya qoyan lazımdır. Şəhid lazımdır, şəhid. Cəmiyyətin şəhidə ehtiyacı var. Şəhidlər canın qoyur ortaya, deyir ki, can bazarında biz hazırıq can verməyə. Elə söz nə yox.
Buna cəmiyyətin ehtiyacı var. Həmişə demişəm, ölməyi bacaran xalqı öldürmək olmur. Allah şəhidlərimizin ruhunu şad eləsin. Dördüncü isə Peyğəmbərlər dedi, siddiqlər təsdiq elədi, şəhidlər can verdi, yaxşı zəhmət hədər getsin. Bu üç dənənin zəhmətinin bəhrəsi salihlərdir. Salihlər, islah olunmuş bəndələr, tərbiyəli bəndələr, nümunəvi bəndələr. Mənim mövzum bu günləri bu salihlərdədir. Ayırıram mövzunu. Quran bir salih deyir, bir də salih əməl edənlər deyir. Sən demə bu salih əməl edənlər hələ salihlər deyilmiş. Vəl-əudu billahi minəşşeytanirracim. Mən amilə salihan min zəkerin və üntha və huvə mu'minun fələnuhiyyənəhu həyatan təyyibə. Quran-ı Kərim Nəhl surəsi 97-ci ayə. Kişi və qadınlardan hər kim salih əməl etsə, o mömindir, ona pak həyat yaşadarıq və hesablamadığı qədər mükafat verər. Salih əməl edən mömindir. Hələ salih başqa şeymiş. Diqqət eləyin. Əuzu billah vəl asr. İnnəl insana ləfi xusr illəllezine amenu və amilus salihat. And olsun əsrə insan zərər içərisindədir. İman gətirib salih əməl edənlərdən başqa. Yenə salihin demir. Salih əməl edənlər. Ayırır ama Quran məntiqi ilə. Salihin isə əməli İslahdan ucalıb bütün vücudu olub salih. Yəni bugün salih əməl edəndən xəta və zərər baş verər. Mən salih əməl edərəm, dönərəm o yanda məndən bir xəta baş verər. Qeyri salih əməl edərəm. Amma salih o kişilərdir, o adamlardır ki, artıq onlardan heç bir xəta baş verməz. O elə islah olub ki, onun bütün artıq damarlarına qədər islahat oturub. Zərər gözlənilmir. Elə rütbədir ki, salihin, qulaq as qardaş, salihin elə rütbədir ki, namazda Peyğəmbərdən sonra biz onlara nə deyirik? Nə deyirik, kim deyir? Salam deyirik. Əssalamu aleykə eyyuhən nəbiyyə və rəhmətullah və bərəkət. Əssalamu aleyna və alə ibadillahis salihin. O aleyna möminlərdir, salih əməlləyənlərdir. Bizi ibadillahis salihin o rütbəyə ucalanlardır. Quranda kimlərdir bunlar? Allah təbarək və teala Peyğəmbərlərin adlandırır salihlər. İnnehu min ibadinəs salihin. Məsələn, İsmail Peyğəmbər barəsində, İbrahim Peyğəmbər barəsində, Yusuf Peyğəmbər barəsində bu rütbələr gəlib Quranda. İnnehu min ibadinəs salihin. O bizim salih bəndələrimіздəndir. Allah Peyğəmbərlərin adbad deyir. Qulaq as mənə. Duada gəlib. Ramazan ayının hər gecəsinin duası var. Orada belə bir dua gəlib. Allahümme bi rəhmətikə fis-salihinə fədxilna və fi'illiyinə farfa'na və bi kəsin min ma'inin min aynin səlsəbilin fəəskina. Da duanı axıra qədər və min əl-huril-əyn bi rəhmətikə fəzəvvicna. Deyir, ey mənim Allahım, məni öz rəhməti və xatir salihlərin cərgəsinə daxil elə və mənim dərəcəmi uca elə və məni o cənnətdə və bir kəsin o kasa ki səlsəbildəndir, o şərbətdən sırab elə və cənnət huriləri ilə məni ailə qurdur, evləndir. Bu duadır. Bizim arzumuzdur, duamızdır. Əbəlfəz ağanın ziyarətnaməsində, gəldim çatdım məqsədimə. Əbəlfəz ağanın ziyarətnaməsini oxuyur İmam-ı Sadiq aleyhissalam. Əssalamu aleykə ya əbdəs salih. Salam olsun sənə ey salih qul. Allaha, Peyğəmbərə, xanımıza, Əli aleyhissalama, xanımıza Əhraya və İmam Həsən və İmam Hüseynə müti olan salih qul. Salihlik artıq onun təbiətinə çevrilib. Təfəkkürü sağlamdır, əməli sağlamdır. Salih əməl etmək istəyən artıq o nümunədir. Ona baxıb əməl edən insanlar salih insanlardır. Bu salihlərdən biri, bax buradan başlayıram, 5-6 cümlə çox yox, 3-4 dəqiqə öz alacağım. Bu salihlərdən biri xanım Ümmül Bənindir. Allah!
Yadınızda olsa bayaqları ayə oxudum. Sözümün əvvəlində Nisa 69-da mən yuti'ullaha və rəsul, kim Allaha peyğəmbərə itaat edəsə, xanım Ümmülbənin niyə görə salihlərdəndir iddia edirəm və isbat edəcəm Allahın köməyi ilə. Niyə görə salihlərdəndir? Salih artıq öz maraqlarını qoyur kənara, fani olur mütaya, yəni itaəti vacib olan şəxs də özün unudur, maraqlarını qoyur kənara. Bu xanım bütöv maraqlarını qurban edir zamanın imamına. Yadınızda olsa keçən il Əqilin Ümmülbənin xanıma elçiliyindən danışmışdım da, necə elçilik olub. Elçi gəlir, incə detalları deyirəm. Elçi gəlir, Ümmülbənin xanımın cavabına baxın, mərifətə, zamanın imamına mərifətə. Demirəm, mən beliyəm, mən arvadı ölmüş kişiyə gedəcəm, uşaqlar üstünə gedəcəm. Deyir, o günlər bir yerdə bir çay süfrəsində oturmuşdur, bir cavan oğlan çay gətirirdi. Qayıtdı, qardaşlardan biri soruşdu, evlisən? Dedi, yox. Dedi, niyə evlənmirsən? Dedi ki, satmışam 30 yaşa, mənə gələn yoxdur. Dedi, niyə? Dedi, fərri işim yoxdur, elə belə çayxanada da işləyirəm, gələn yoxdur. O söz indi yadıma düşdü. Demir, mən 4 uşaq üstünə gedirəm. Demir, mən, məsələn, xanımı ölmüş üçün söz mərifətə bax, imamı tanıyır. Deyir, görəsən, məni ağam o qapıya layiq görüb. Əqil ağam deyib, gəlib, görəsən, mən o qapıya layiq ola bilərəm. Gəlin gəlir, gəlin gələndə, yəni ər evinə gəlir, Əli Əleyhisselamın evinə gəlir, evə girəndə evin qapısından öpür. O qapı ki, orada Həzrəti Zəhra salamun əleyhə şəhid olur, o qapını ziyarət edib daxil olur içəri. Xanım, mənə xanım deməyim, mən bu evə qulluqçu gəlirəm. Adı Fatimədir. Fatimə, ağa sənə yalvarıram, mənə Fatimə demə. Fatimə balalarının qəlbi münkədir olur. Mənə Ummul Bənindir. Oğullar anasıdır. Ummul Bənindir. Özü unudulur. Qardaşlarım, bugün müasir dövrdə, ağılın, texnologiyanın güya inkişaf elədiyi dövrdə bir problemin içərisindəyi cəmiyyətdə anormal düşüncə. Məsələn, bir kişinin xanımı ölür, ya boşanır, növbəti bir kişi tələbatı var, gedir, ailə qurur, gəlir, bir kişinin qızı ilə evlənir. O xanım ər evinə gələndə bir il olur quzu balası kimi. Elə ki, qucağına bir uşaq gəldi, kişinin əvvəlki uşaqları ilə başlayır düşmənçiliyə. Xanım Ümmülbənin analıq gələn analara bir dənə ülqudu, meyardır. Gəldi, bilirsən neynədir? Bir uşaq yox, 4 dənə şirə sahib oldu. 4 dənə oğula sahib oldu. Əbəlfəzl Əleyhisselam kimi oğula sahib oldu. Bu adam ər tanımaz, ögey oğlan tanımaz. Əbəlfəzl ağa Ərəbistan yarımadasında 2 dənə uzun boyludan biri vardı. Milyonun içərisində uzaqdan görünərdi. Ata minərdi. Ayağın üzəngiyə taxsaydı, dizləri atın qulağına dəyərdi, üzəngidən çıxarsaydı, ayağı qumun üstündə iz salardı. Şir kimi bir oğula sahib olasan, oğlanların 4'ünü də nökər verəsən imama, özün də onlara xadimə olasan. İndi yola salır da, Kərbəlaya İmam Hüseyin Əsəlam gedir. Deyərdi ki, mən oğlanlarımı vermirəm. Bax, dedim, salihlik budur. Allah bu xanıma görün nə mükafat verib. Ola bilərdi, deyərdi ki, İmam Hüseyin gedir, mən balalarımı vermirəm. Balalarının 4'ünü də yığdı bir yerə, dedi, gedin qardaşınızla, qulağına təkbədə vəsiyyətə baxın. Məni xanım Zəhranın yanında üzü qara çıxartmayın. Məbada qardaşınıza bir şey ola, siz salamat qalasınız. Bax, xanım Ümmülbənin özü fani olub. İndi baxın, salihlikdən danışırıq. Gedir balaları, qardaş o bir gündə olmur, o 34 il zəhmətin elə tərbiyə eləyib, axırda da belə deyil. İndi baxın, o balalar gəlir Kərbəlaya, 4 dənə Dilavər oğul, 34 yaş Əbəlfəz ağanın var, 24 yaş Cəfər Əbdullahın var, 21 yaş Cəfərin var, 19 yaş Osmanın var, 4 oğlu. 4 oğlu gəlir
Kərbəlada Aşura gecəsi 4 qardaş yığılıb bir yerə, böyük Əbəlfəz ağadır, deyir, bax, belə eləyəcəyik, anamızın bizə vəsiyyəti var, belə eləyəcəyik, qardaşımızı biz müdafiə eləyəcəyik. Subhanallah. Bugün yenə deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin. Amma şəhidlər anasına bir dənə ülğudur. Ümmülbənin xanım 4 dənə oğulun, 4 şəhidin anası olmaq rütbəsi Ümmülbənin xanımındır. Necə şəhid özləri? Kərbəlanın ələmdarının anası, bayraqdarının anası, sərdarının anası müvəffəqiyyəti Həzrəti Ümmülbənindir. Bir dənə bir alim Yəhya Cürcani adında bir alim Əmaliyil Xəmsiyyə kitabı yazıb 499-cu, 1447-ci ildir. Yəni 1000 il bundan qabaq 499-cu ildə vəfat edib. O həmin kitabda yazır. Deyir, Ümmülbənin xanım Kərbəladan sonra 3 il yaşadı. Cəmi 3 il yaşadı. 3 il yaşadı. Amma o zaman ki Kərbəladan karvan qayıtdı Mədiniyə, Ümmülbənin xanım da tutdu Əbəlfəz ağanın 4 yaşlı oğlunun Əbdullahın əlindən çıxdı karvanı qarşılamağa. Bəşir deyir, məndim karvanın qarşısında, çatdı mənə, hamı çıxıb karvanı qarşılamağa. Dedi, Bəşir, oğlum Hüseyndən nə xəbər var? Deyir, baxdım boya buxuna, eşitmişdim. Dedim, ana, sən belə baxıram Əbəlfəz anasısan. Niyə oğlun Əbəlfəzi soruşmuşsan? Dedi, Bəşir, sus, oğlum Hüseyndən xəbər ver. Deyir, mən istəmədim xanıma birdən-birə Əbəlfəz ağanın ölümünü deyəm. Deyir, dedim, oğlun Osman Sarıbaşın sağ olsun. Deyir, dedi, Bəşir, sənə dedim, oğlum Hüseyndən xəbər ver. Dedim, ana, oğlun Əbdullah Sarıbaşın sağ olsun. Dedi, Bəşir, Hüseyin. Dedim, ana, oğlun Cəfər Sarıbaşın sağ olsun. Dedi, ana, Bəşir, Hüseyin. Bir də deyir, özümü topladım, dedim, Əbəlfəzin ölüm xəbərindeyim şah. Dedim, ana, Sərdar-ı Kərbəla, Əbəlfəz ağa tərəfindən başın sağ olsun. Dedi, Bəşir, Hüseyinsiz Əbəlfəzi neyirəm? Mənə Hüseyndən xəbər ver. Elə ki, dedim, oğlun Hüseyin Sarıbaşın sağ olsun. Deyir, o gündən bu kitab, dedim, Yəhya Cürcani Əmalil Xəmisiyyə kitabında yazır. Deyir, 3 il Ümmülbənin xanım Bəqinin qapısında oturdu. Hüseyin də dağladı. Bir nəfər də dilindən bir dəfə Əbəlfəz ya o biri 3 oğlunun adını eşitmədi. Yalnız İmam Hüseyin əleyhissalama ağladı. Ümmülbənin. İndi deyəcəm, sonda 4 oğulla kifayətlənmir. Özü fani olur heç. Bir dənə də körpə bunun qurbanı var. Hər nəyin bəzl elədi imamına. Digər tərəfdən, mənəvi tərəfdən yanaşanda qardaşlarım, Allah hər xanıma bu tövfiqatı verməyib. Bu salihdir. Allah bir xanıma 4 oğul, 4 şəhid anası olmaq imtiyazını veribsə, bu Allahın nəzərində olan bir xanımdır. Bu şərəfdir. Yəni bu xanım, yəni 4 oğul verib yəni nə? İslamın xilaskarının, İslamı xilas etmə əməlində şərikdir Ümmülbənin xanım. Yəni nə? İmam Hüseyin ağa canın verdi, balaların verdi İslamı xilas eləmək üçün. Bu 4 oğlun verdi, şərik oldu İslamın Yezidin əlindən xilas olmağına. Ona görə də İslamın xilaskarı olduğuna görə də salihdir. Və axı, dedim axı Nisa 69-da 4 rütbə saydım. Peyğəmbərlər, siddiqlər, şəhidlər, salihlər. Xanım Ümmülbənin salih olmağı sübut oldu mu? Salih olandan sonra Allah borclu qalan Allah deyil, özü Quranında buyurur. Mən yuqridullah qardan hasanan feyudaifu. Kimdir mənə gözəl borc verən, mən artıqlaması üçün qaytaram. Allah'a balaların qurban, Allah dininə balaların qurban eləyən xanım necə bizim təvəssül vasitəmiz olmasın? Bizə alimlərimiz tövsiyə eləyir, xanım Ümmülbəninə təvəssül eləyin. Çətinliyiz olanda Allahı xanım Ümmülbəninə and verin. Bilirsin niyə? Allahın kövrək yeridir. Allaha 4 oğul böyüdəsən, becərəsən. Sonra deyir, özü adı Ümmülbənin oğulsuz öləsən. Özü Mədinədə öldü, oğulsuz. 4 oğul anası, oğul. 4 oğul
ömrü sərf edəsən, becərəsən, böyüdəsən, özün də 3 imamın xidmətində durasan, 4 imamın xidmətində durasan, axırda becərdikləri ilə ya Allah verəsən Allaha, Allah borclu qalar. Allaha balaların verdiyinə görə, ömrün verdiyinə görə, Allah da onun zəhmətinin haqqı olaraq Allaha da əl açıb, nə vaxt desən Allah, bi haqqı ümmül bənin, Allah onun adına xatir heç bir bəndəsini əli boş qaytarmaz. Bizi də Allah bu məclisdən əli boş qaytarmasın. Amma mən dedim sonda, inşallah məclis namazdan sonra xanımın adına bir kiçik süfrəmiz də olacaq. Allah ali dərəcədə qəbul etsin. Hamınızı xahiş edirəm, əyləşəsiniz. Amma sonda bu söz deyəcəkdim. Dedim ki, axı 3 il xanım ağladı. Hətta Əməvi xəlifəsi Mərvan eşitmişdi. Gəldi xanımın o ağladığı yerə baxdı. Gördü onu xanım. Xanım o karvan qayıdır Kərbəladan Mədiniyə. Dedilər Hüseynin karvanı gəlir. Bayaq dedim xanım neynədir? Əbəlfəz ağanın bir balası vardı 4 yaşında Əbdullah. Nənəsi ilə qalmışdı. Əbəlfəz ağa Kərbəlada İmam Hüseyin ağa başının üstə gedəndə deyir qardaş Hüseyin mənim balamı tapşır bacıma Rüqəyyə nökər saxlasın. Yetim qaldı da Rüqəyyə nökər becərsin onu. Baxmayaraq ki, Rüqəyyə də şəhid oldu. Amma deyir, baxsız ona bir Rüqəyyənin nökəri kim var? O bala, indi 4 yaşında birinin balası qala evdə, bilərsiniz də nədir? Gecə olur, kimi soruşar? Nənə, atam gəlmədi. Bala, yat sabah gəlir. Sabahlar, nənə, sabah açılır, gəlmədi. Qurban boyun alır, atam gələr səlamət qurban kəsərik. Nənə də bunu daha neçə aydır, 6 ayı keçib, ata gedib, dilə tutur. Gələr oğul, sabah gələr, axşam gələr. İndi eşitdilər ki, Mədiniyə car çəkdi, Hüseynin karvanı gəlir. Əbdullah da tutdu nənəsinin əlindən. Nənə, atam gəlir, atam gəlir. Gəldilər, görürlər, karvan gəlir. Qabaqda İmam Səccad ağa, qalan hamısı xanımlar, uşaqlardır. Bir kişi xeylağı yoxdur, nə İmam Hüseyndən xəbər var, nə Əbəlfəz ağadır. Baxdı ki, nənəsi soruşur Bəşirdən, Bəşir, Hüseynim hanı, gözləyir, bir dənə atasından bir cümlə deyilsin. Elə ki, aşağıdan yuxarı oğlanlarına başsağlığı verə-verə gəldi. Elə ki, dedi, oğlun Əbbas sarı başın sağ olsun, Əbbas da şəhid oldu Kərbəlada. O, Əbdullah əlini çəkdi nənəsinin əlindən. O, neçə aydı yol göstərdi. Əlini çəkdi nənəsinin əlindən, qaçdı. Ümmülbənin anamız biraz dayandı. Sona qədər eşitsin nə xəbər var. Elə ki, İmam Hüseyin əleyhissalam da şəhadət xəbərini verdilər Ümmülbəninə. Ümmülbənin anamız gördü, Əbdullah yoxdur. Düşdü, qaçdı Əbdullahı axtarma. Əbdullah harada? Neyniyərdi bu Əbdullah? Deyir, atasının qapıdan hardan tutardılar, oradan dəstəyindən öpərdi. Nənəsi deyərdi, oğul, niyə öpürsən? Deyərdi, atamın əlini yerini öpür. Ağanın səccadəsinin üstünü öpərdi. Təmizləyərdi ki, atamın namaz qıldığı yer. Ora Əbdullah, bura Əbdullah. Ümmülbənin xanım gəldi məsciddə. Əbəlfəz ağanın namaz qıldığı yerdə balasını tapdı. Gördü, üzü üstə düşüb, qalıb atasının namaz qıldığı yerdə. Çağırdı Əbdullah, gördü, səs gəlmir. Çevirdi Əbdullah'a arxası üstə, gördü Əbdullah da canın atasının səccadəsi üstə tapşırıb. Yəni 4 oğul təkcə verməyib. O bir dənə Əbəlfəz ağanın yadigarı vardı. Onu da qucağında saxlayır. Bu günə qədər Bəqidə girəndə qəbristanlığa imkan versələr o lənətləyirlər. Solda Ümmülbənin xanımın qucağında körpə balası Əbdullah da orada nənə bala bu günə qədər bizim üçün bir dəlil və sübutdur, xidmətdədirlər. Allah anamız Ümmülbənin xatirinə bütün müşkülləri olanların müşküllərini asan eləsin. Hacətlərimizi rəva, dərdlərimizə dəva eləsin. Ümmülbənin xanımın məclisindən istəyirəm Allahdan. Allah onun balası Əbəlfəz ağanın ziyarətin tezliklə hamımıza mərifətlə nəsib eləsin inşallah. Və Ümmülbənin xanımın haqqın və qəbrin inşallah azad şəkildə ziyarətin bizlərə nəsib eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yekun lehu kufuvan ahad. Sadaqallahul aliyyul azim.